Oxuyurlar, diplom alırlar, amma aktyor yetişmir. Prezidentimizi Heydər Əliyev görmək elə bil ki, insanın baxışında elə bir maqnit gəlir, tərpənə bilmirdi. Valideynlərim yanımda olsaydı, onlar üçün darıxıram. Görərdilər mənim günümü, güzaranımı. Elə sanırdım ki, bəlkə də bu mənim teatrda axırıncı obrazım. Tofiq müəllim, hər şeydən danışdıq, Xiləli Əmircanlı olduğunuzdan danışmadıq. Respublikanın əməkdar artisti Tofiq Bayramov. Tofiq müəllim, eşidik sizi. Uşaq vaxtından bu incəsənətə mənim böyük həvəsim olub. Elə xüsusda ki, yaxşı seçim olub. Yadıma gəlir 6-7-ci sinifdə elə bil ki, özümdən asılı olmayaraq Rus dili dərsində özümdən asılı olmayaraq zümzümə eləyib oxuyurdum. Və mənə də müəllimə dərsdən qovlayırdı ki, qoymursan dərs keçməyə. Elə belə bir dəfədə o vaxtı Orgenikicə Mədəniyyət Sarayı idi. Orada tələbələrə baxış keçirilirdi. Mən birinci yeri tutdum. Və o vaxtı Cücələrim ansamblı var idi. Bizim pionerlər evində. Orada oxumağa başladım. Bir gün, indi şimdi yadımdadır, 1954-cü ildə, o vaxtı 12 gün tətil olurdu da, yolkalar var idi. Rəhmətli atam anama pul verdi, deyir ki, biz o vaxtı atam xəstə idi. Deyir, uşaqları bayrama aparmamısan, al bu pulu, apar şəhəri gezdir. Məndən böyük qardaşım istəmədi, getmədi, anamla mən getdik. İndiki Malakan bağında. Deyim ki, rəhmətli anamın da çox böyük həvəsi var idi. Bir teatr tamaşalarına, bir də ki, Hindistanın kinolarına. Birdən anam qayıtdı ki, bəlkə gedək teatra baxaq. Mənə də çox maraqlı oldu. Dedim, gedək. O vaxtı Azdrama, indiki Muskomediyanın binası idi. O vaxtı musiqili teatrın binası tamam başqa yerdeydi. Oraya getdik, deməli, səhər tamaşası idi. Cəfər Cabbarlının Solğun Çiçəklər tamaşası. Ucuz qiymətə bilet aldı, deməli, 3-cü mərtəbədə lojadan tamaşaya baxırdıq. Səhnə məni özünə elə cəlb eləmişdi ki, elə bilirdim ki, bu dünyadan yox, başqa bir dünyadayım. Hər şey yadımdan çıxmışdı. Və tamaşanın o ən belə kulminant nöqtəsində özü o vaxtı böyük aktyorlarımız, sənətkarlarımız oynayırdı. Sarıya deyir ki, əmi qızın ölür, səni görmək istəyir. Həsən ağa Turabov dönüb dala belə baxırdı, tezdən pləkanla çıxır gəlini qarşılamağa. Onda özümdən asılı olmayaraq, dözmədən ayağa qalxıb qışqırdım ki, səni deyir. Bütün zalın cəmaat hamısı üzün döndərdi, belə baxdı mənə. Anam da yaxşısı bir dənə qapaz ilişdirdi. Elə o vaxtdan elə bu teatr mənim qanıma işlədi. İndi sözünüzdə qüvvət, Tofiq müəllim, bir sual verin. Bəzi insanlar incəsənəti başa düşür, bəziləri hiss edir. Fərq nədir bunların arasında? Başa düşmək elədir ki, əgər ağlı, kamalı, savadı varsa, baxır teatra, orada olan hadisələri dərk eləyir. Bəli. Amma sənətkar olmaq üçün daxilən o sənətə vurulmalısan. Bəli. Hadisə görürsən də, institut çox aktyorlar qutarır. Amma aktyor olmur, aktyor işləyə bilmir. Bəli. Çünki daxilən yoxdur. Ümumiyyətlə, bu bütün sənətdə elədir. Əgər seçdiyin sənəti sevmirsənsə, o da səni sevməyəcək. Əlbəttə ki, mən demək olar ki, 56-cı ildir, mən işləyirəm. Belə həmişə fəxrlə deyirəm ki, görkəmli rejissor, professor kursumuzun rəhbəri Mehdi Məmməd olub. Bəli. Bizim deməli 12 nəfər qutarmışıq biz institutu o vaxt, düzdür 22 nəfər idi. Ələyləndik, 12 nəfər qutardıq. Tələbə dostlarım, Rasim Balayev, xalq artisti, Mikail Mirzə, xalq artisti, Əlabbas Qədirov, xalq artisti,
artistdir, mən əməkdar artist, Firuz Xudaverdiyev xalq artisti. Bəli. Biraz gələk, tələbəlik illəri Sumqayıt Dövlət Dram Teatrı, Musiqili Komediya Teatrı, Mingəçevir Dövlət Dram Teatrı və Bakı Bələdiyyə Teatrı. Biraz gələk onlardan, maraqlı tamaşalardan. Təyinatla Sumqayıt Teatrına göndərdilər. O vaxt nazirlik gəlir göndərirdi. Tezə açılmışdı. Sumqayıt Teatrı 68-ci ildə açılıb. İlk tamaşamdır mənim gələn kimi Müsyo Jordan Dərviş Məsəli Şahda o cavan oğlanı Şahbaz Beyin rolunu mənə verdilər. Özdəki tez vod oldum, tamaşanı oynadım çünki seçim olduğuna görə özdə tamaşada çoxlu mahnılar, musiqilər var idi. İlk tamaşam odur. Sonra Sumqayıtda bütün şərq bilsin tamaşasını xalq artisti Məraim Fərzəli bəy hazırlayıb, görkəmli şairimiz, gözəl insan Nərman Həsənzadənin. Orada mən Qoçu Qələndər rolunu oynamışam ki, o mənə belə böyük tamaşaçılara sevgi, məhəbbət getirib. Hətta o tamaşaya ulu öndərimiz Heydər Əliyev tamaşaya baxır. Çünki biz Moskvaya getdik, Mayakovski teatrında 2 tamaşa oynadıq. Eşidəndə ki, biz Sumqayıt Teatrı Moskvaya gedib, mən baxmalıyam. Və baxdı, səhnəyə çıxanda adətən çıxırdı, təbrik eləyirdi. Mənə baxdı, teatrın direktoru da Məlik Dadaşovun qardaşı idi, Salman Dadaşov. Qayıtdı ki, bu cavan oğlan elə Nərmanov oxşayır. Niyə bu Nərmanov rolunda oynamır Məlik Dadaşov? Məlik Dadaşov da rəhmətli, görkəmli aktyor, xalq artisti. Belə tutuldu, o öndərimiz güldü. Qayıtdı, yo mən zarafat eləyirəm. Ya bu yaxşıdır ki, cavan aktyorların yanında qoca sənətkarlar, məşhur aktyorlar bir-birindən öyrənirlər. Və qayıtdı ki, sən yaxşı aktyor olacaqsın. Və qismət oldu. Hardasa bir 15-20 ildən sonra Ulu Öndər getdi Moskvada başladı işləməyə. Və qayıdıb gələndən sonra artıq bizdə prezident idi. Və Ləmbəranski, Əliş Ləmbəranski Musiqili Komediya Teatrı sökülüb tezdəndən tikilmişdi. Və açılışı Məktubat tamaşasından idi. Mən də orada Həsənqulu bəy rolunda. Yenə də gəldi, tamaşaya baxdı. Özdə ilk dəfə mən gördüm ki, prezident tamaşaya elə baxır ki, elə bir uşaqdır. Güləndə elə gülürdü ki, gözlərindən yaş axırdı. Tamaşadan sonra tezlərindən çıxdı səhnəyə, təbrik elədi və birdən belə baxdı, qayıtdı ki, o Həsənqulu bəy rolunu oynayan mən görmürəm, yoxdur. Mən də arxada xorun baletin dalında gizlənmişəm. İtələdilər, çıxdım qabağa, belə baxdı, qayıtdı, yaxın gəl. 2 addım atdım, dayandım. Oradan da canlı o prezidentimizi Heydər Əliyev görmək elə bir ki, insanın baxışında elə bir maqnit gəlir, tərpənə bilmirdim. Yenə də 2 atdım, yenə dayandım, güldü. Burada adam yiyen var, yaxın gəl. Ki, yaxınlaşdım, baxdı, belə qayıtdı, tanıdım səni, Qoçu Qələndər. Gör neçə il keçib, gör bizim prezidentimizin hafizəsi nə dər güclüdür. Qayıtdı elə bu obrazında mənim çox xoşuma gəldi. Əlini qoydu belə çiynimə, problemin zadın yoxdur. Qayıtdım sizin can sağlığınız, hörmətli prezidentimiz. Güldü, qayıtdı yaxşı. Mən sənə borcluyum. Və 2003-cü ildə prezidentimiz borcumdan çıxdı, əməkdar artist adı verildi mənə. Tofiq müəllim, bayaq çəkilişdən öncə Səməd Mənsur adına Mədəniyyət evindən, klubdan biz maraqlı söhbətlər elədik. İstədim tamaşaçılarla da bölüşəsiniz. Biz klub haqqında danışaq, gənclik illərindən. 4-cü sinifdə oxuyordum. Rəhmətli Atamoğlan Rızayev dərinə yazmışdı. Və ilk tamaşa Hind tamaşası idi, Hind gözəli.
tamaşasını hazırlamışdı. Orada bir dənə balaca arabaçı rolu var idi. Araba düzəlmişdilər. Hindistanda var da arabada Bəli. aparır getirir taksi kimi. Kimə verək? Birdən baxdı, qayıtdı da elə bu uşaq. İlk dəfə mən bizim Əmrəzanın klubunda arabaçı rolunda çıxdım. Özdə deyirdi ki, mənə zümzümə ilə Hind dili bilmirəm axı. Bəli. Bir də ağzıma gələn o vaxtı ki, Hind filmləri olurdu, zümzümə eləyirdim. Ondan sonra başladım orada dərniyə, Aydın tamaşasında, elə Mədəniyyət Sarayında üstə girməmişdən qabaq Meştibatda Sərvəri oynamışam, Dağılan Tifaqda oynamışam, 5 manatlıq gəlində. Ümumiyyətlə o dövrdə mənə elə idi ki, instituta girən həvəskarlar demək olar ki, artıq bir aktyor kimi gəlirdi. Tofiq müəllim, bir çox filmlərdə rol almısınız siz, mən bilirəm. Misal üçün Qətil Günüdür, Yükdür, Ofsunçu, Cavid Ömrü, Sübhün Səfiri və s. Biz filmlərdən danışaq və indi növbədə hansı film varmı, çəkiləcəksizmi? Qısas filmdə məsələn baş rol idi, rəhmətlik xalq artisti Ələddin Abbasovla çəkilirdik. Sofu Bəsirzadə rəhmətlik mənim həyat yoldaşım rolunda idi. Bizim öz filmlərimizdə ancaq belə epizodik rollardı zətdə. Amma mən məsələn Moskvada Ukrasheniya Agna, İşığın ram olunması filminə çəkilmişəm. Görkəmli aktyorlar idi. Orada mən elektrik rolunda çəkilmişəm. Ruslan Lyudmila. Bəli. Bir dəfə çəkilib, ikinci dəfə görkəmli rejissor Şengelaya çəkirdi. Yəni orada böyük rola çəkilmişəm. Ondan sonra Roland Bukov, yaşlılar tanır, çox gözəl aktyor, çox gözəl rol aktyor idi, gözəl rolları var idi. Telegrama filmində çəkilmişəm. Özü də yaxşı, gözəl bir obrazdır. Amma bizim filmlərdə belə də epizod əsas qısas çəkilmişəm. Sonra Qara Yazı gedirdi. Orada çəkilmişəm mən, orada rolum böyük idi. Bir də ki, vaxtilə SPS-də gedirdi. Həyat varsa. Bəli. O, deməli, Türk rejissoru idi, Belik Çeliksoy. Onun teleserialında deməli 8-9 serialına mən çəkilmişəm. Tofiq müəllim, həyatın bütün sevinci yaradıcılıqdır. Əlbəttə ki, əgər bu sənəti sevməsəydim, mən qalmazdım. Açıq deyim, mənim çox gözəl sesim var, lirik tenor sesim var idi. Bəli. O sesim var idi ki, mən Moskvada operetta teatrında işləyirdim. Düzdür, xorda oxuyurdum, kiçik obrazlara çıxırdım. Diksiyam hələ təmiz, Rus ləhcəsi deyildi də, Azərbaycan ləhcəsi. Bir dənə orada Sivastopolski vals tamaşasında o müharibədən gedir. O ki, serjant Özbek rolunda. Onu da elə gəlirdim, Azərbaycan, Özbek dillərini qatırdım, Rus bilmir də. Özdə Özbekcə bir yaxşı rəqs eləyirdim. Yəni, əgər qalsaydım, mən orada əlbəttə ki, görək, danışığım dəyişməlidir, təmiz səhnə danışığı olmalıdır Rusca. Sənəti əgər sevirsənsə, sənətdə qalacaqsan. Mən müğənni də ola bilərdim o vaxt, amma mən o yola getmədim. Öz açıq deyim, mən çox gözəl aşpazdım. Demək olar ki, ailəmi mən elə aşpazlıqla saxlamışım. Ayda 3-4 dənə toyum olurdu. Gör neçə illər keçib, indi də Əmricanda elə dostlar görsəndə deyirlər ki, ay Tofiq, sən küftəboz başın üçün darıxmışam. Çox gözəl aşpaz idim və o vaxtda teatrda maaş az idi. Çətin idi də olmuş. 80 manatla başlamışıq, belə tanınanda 120 manat idi elə. Ona dolanmaq olmurdu. Dilə oxunacaq ən böyük kitab elə insan özüdür. Əlbəttə ki, çünki heç bir insan elə belə nətər deyərlər, rahat yaşaya bilmir, rahat böyüyüb inkişaf eləyə bilmir. Mənə elə gəlir ki, o adam bədbəxtdir. İnsan əziyyətlə böyüməlidir.
Mənə əgər mənə sual verəndə ki, haranı qurtarmısan, mən birinci deyirəm ki, Ömür Akademiyası. Sonra da ki, İncəsənət İnstitutu, indi akademiyadır. Çünki bəlkə də o dövr elə olub, yetimliklə böyümüşəm, əziyyətlə böyümüşəm mən. Ona görə də indi də elə istəyirəm ki, elə nəvələrim də əziyyətlə böyüsün. Hər şey hazır olanda arxayın olurlar. İnstitutda oxuyarkən Əmrəcandan instituta gedincə gündə heç olmasa 50 qəpik lazımdır yol pulu. 20 qəpik elektriçkayla, 20 qəpik avtobusla, get, qayıt, 1 manat lazım idi. Elə vaxtım olub ki, mən yerə baxmışam ki, gedə-gedə, bəlkə yerdən 20 qəpik, 30 qəpik tapdım, 15 qəpik. Çətinliyə. İnstitutda oxuya-oxuya bəzən olub ki, o vaxt revizor olurdu da, yoxlayırdı. Bu vaqondan düşüb o vaqona, çünki bilet almamışsan. Elə o günlər insanı yetişdirir, tərbiyələndirir ki, dözümlü, möhkəm, iradəli olmalısan və öz arzuna çatmaq üçün əziyyət çəkməlisən. Tofiq müəllim, kim üçün, ya nə üçün darıxırsınız? Valideynlərim yanımda olsaydı, onlar üçün darıxıram. Görərdilər mənim günümü, güzaranımı. Bir də ki, cavanlıq üçün darıxıram. Bəli. Çünki bütün, mən eləyir hər bir insan yatarkən bütün keçdiyin o yol bir kino lenti kimi gözünün qabağından gəlir. Deyirsən, ay Allah, mən burada niyə səhv elədim? Amma mən çox səhv eləmişəm. Çünki mən instituta girib aktyorluğa girəndə aktyor olmaq yox, rejissor olmaq istəyirdim. Öz axmaqlığımla daxil olmamışam. Daxil olmuşam, soyuq yanaşmışam. Sonra Moskvaya getmişəm, Moskvaya mən nöş getdim. Kinematografi institutuna daxil olum. 1000 əzabdan sonra 6 ay Moskvada mən brodyak olmuşam. Bir dost, bir tanış, heç kəs yox. Mübarizənlə, çalışaraq, əğri yola yox, düz yolla, haqq yolla gedib, axırda Moskvada propiska oldum, teatrda işləməyə başladım, kinolara çəkilməyə başladım və sənətlərimi verdim. Amma belə daxil olmalıydım. Amma Azərbaycanlıyam deyə məni keçdilər açıq-aşkar. Hətta mən rektorun qabılına getdim, dedim, bax, mən rejissorluğa daxil olmuşam. Rejissorluq işindən 60 nəfər patokda oturub, 2 dənə qız Sibirdən gəlib, 5 almışdı. 2 nəfər 4, 6 nəfər 3 qalanları keçilmişdi. O 4 alanın içində mən idim. Məni aktyor sənətindən keçdilər. Diplomu qoydum, dedim, mən 4 il oxumuşam. Aktyor, dram kino aktyoru. Teatrda işləmişəm, obrazları yaratmışam. Mən bura rejissorluğa gəlmişəm, rejissorluqdan qiymət almışam. Rusca danışa bilirəm, az yox. Başa düşürəm, başa sala bilirəm. Sizə nə lazımdır? İnanırsınız, rektor belə baxdı, qayıtdı. Bəli deyir, bəzən belə səhvlər olur. Bayram ol, gələn mütləq daxil olacaqsın. Amma gələnlə qalmadı. Birisi incidim o Moskvadan ki, mən bu Moskvada. Propiskadan çıxanda qızlar deyirlər ki, Tolik deyirlərdi orada. Tolik deyir, sənin ağlın yoxdur, Moskva propiskasını itirirsən. Qayıtdım, mənə Moskva lazımdır, mənə öz vətənim lazımdır. Qayıtdım, gəldim. Əlbəttə ki, indi əfsuslar olsun. Ona görə peşmanam, amma yenə də Allaha şükür. İşləyirəm, aktyoram. Mənə inanırlar, mənə tamaşalarda rol verirlər. Mən də çalışıram, oynayıram. Vaxtilə çox gözəl vaxtlarımızdır. Rəhmətli Amalə xanım sağ idi, Yusuf müəllim sağ idi. Hətta deyəndə ki, hazırlaşın Türkiyə qastrolu ki, gedəcək. Üz gözümüzü büzürdük, yenə də qastrol. İndi burnumuzun ucu görünür, heç yana. Ara. Hal-hazırda hansı tamaşa üzərində çalışırsınız? Bu dəqiqə Anarın atasının 80 illiyi olmalıdır. Həm də ki, müharibənin, Böyük Vətən müharibəsinin, qələbəsinin ona həsr olunmuş
bir dənə vicdan tamaşası hazırlanır. Məşqlər gedir hal-hazırda. Məşqlər gedir. Mənə də rol veriblər. Neçə ildir rol vermirdilər. Çünki bir səhhətimdə var, ayaqlarım mənə əziyyət verir zat. İndi rol veriblər. Özü də çalışıram ki, oynayacağım. Özü də ki, ürəyim istəyən kimi. Tofiq müəllim, hər şeydən danışdıq. Xiləli Əmircanlı olduğunuzdan danışmadıq. Babam, anam buralıdır, amma atam rəhmətli İrandan o vaxtı gəliblər. Rəhmətli Tofiq Bayramın atası, İslam kişi, Rüstəm kişi. Mənim atam da o vaxtı ögey ananın əlindən o vaxtı qaçıb, 15-16 yaşında qaçıb gəlib. Tofiq müəllim, çox sağ olun. Siz sağ olun, əziyyət çəkib gəlmişsiniz. Allah ömür versin. Sağ olun. Həmişə bax belə gümrah olasınız. Həmişə səsiniz, özünüz səhnələrdən, efirlərdən biz sizi görək. Allah qoysa görək də. Siz bizim fəxrimizsiniz. Sağ olun.